Ya Allah, hardayıq ay Turan? Kitayda. Urumçi şəhəri ya da Pekin. Dostlar, Kitay variantını gətirib qardaş, Maşdağanın tam Hardayıq? mərkəzinə. Tam mərkəzdə. Maşdağanın ürəyinə, Pad-obyekt. Hər halda əxi bunu alan Maşdağanın insan bunu ən söküb, gözəl evi. hə, bunu sökəcək və yaxud da obyekt kimi düzəldəcək. Adam bu gözəlliyi sökür. İnanmıram da söksün. Bir də qardaş ətrafını götür. 30 sot hə qardaş. 30 sotun içində. Yəni burada hər şey mövcuddur. Tozquşunu da çək. Tozquşunu da götür, o da görüb Ona bizi açacaq sevindi. inşallah ki, aça belə Hə. qanadını görərdik. Dostlar, tam ana yolun üstündə Maşdağanın bir daha təkrar edək. Ən bahalı bir ərazisində yerləşir evimiz. Bir dəfəlik Allah nəsib etsə daha Obyektləri var. 2 dənə 3 dənə obyekti var. Hər şey var bu evdə olmayan. 2 çıxışı var. Bərəkət market tərəfə də çıxır. Düz Maşdağa mən şəhər yolunun düz üzərində. Düz şəhər yolun kənarında olan Burada evdir. bir setkadır. Söhbətgah, bir söhbətgah, 2 söhbətgah. Burada basen olubdu. Köhnə evdir. Yəni bir sənədə Axı bu tarixinin ən milyoner evi olub. Tarixinin. Bəli, bəli. O vaxt Meyruda var idi. Meyru var idi. 2 dənə şey var. Meyruda Lübimaya terma var idi. Kopya ora oxşuyur. Məşhur evdir. Çox insan da bəlkə də tanıyır axı. Bəli, bəli, Maşdağan. Maşdağanın tam olaraq mərkəzi. Kitay evi deyəndə bilirlər ki, bu haradır. Hə qardaş, gəl. Dəhlizə bax. Bir dənə bunlara bax. Pəncərələr nə qədər fərqlidir. Bunlara bax. Dostlar, birinci mərtəbəsi də var. 30 sotun içindədir. Evi göstərək otaqları. Sonra keçək. Ən axırda obyektləri də göstərərik. Axırda, salam aleyküm. Axırda obyekti də göstərək. Ay necəsiz? Onu qeyd eləyək, bunun əxi sağında, solundakı evlərdə mən satmışam. Ha. Ətrafı çəkəcəm maşallah. Yəni çək, gərək bunu ofiş çəksə, əzləzlər, səhərə kimi oturaq. Ha, dostlar, hamısı dayı deyir, əl işləridir. Tam fərqli bir dizayn. Elə bu evi çəkməyimiz, əxi, buna baxmaq haramdır, yoxsa yox? O Əl işi da. Bir dənə, qardaş, bir dənə çək. Əsl burada nə etmək olar? Kino çəkmək. Tam xəyallarınızda olan möhtəşəm bir evdir. Həqiqətən. otaqlar çoxdur. Gəl qardaş, gəl. Deməyək də buna. Dayandır. İşıqlar qardaş, ev deyil, ev əsl saraydır. Tam fərqli, əxi, hamısı əl işidir. Yəni burada əl zəhməti var. Hər şey əl işidir. Çox sevdim, həqiqətən sevdim. Hə, dostlar, bir dənə gəl qardaş, gəl. Hə, bu gözəlliyi də götür, şəlalə. İndi keçək nəyə əxi? Kombi sistemidir. Buna bax. Otaqlara. Anakondasına kimi var evin, pitonuna kimi. Bir dənə də istəyirəm. Qaqa, hansı otaq çəkək? Hə, qardaş, gəl, bu yataq otağını da göstər. Dostlar, 5 dənə yataq otağı yuxarıdadır, aşağıda da var. Bu əsl saraydır. Həqiqətən bu nədir? Əxi, Yerinə görə, bu qiymətinə görə. saraydır. Əsl saray dediyiniz bax. Həmin o saray. 5 dənə yataq otaqları ev sahibi istəmir, yataq otaqlarını çəkək. Hamısı mebellərdə, hamısı evdə əşyalı qalacaq. qalacaq. Əşyalı Keçək ara, bir dənə də stop elə keçək obyektə. Ha, əxi, burada nədir? Cənnət bağı, maşallah. Cənnət yanlış. Burada belə ağacları var, dünya, əhatəsi maşallah. var. Bir dənə oranı da götür qardaş. Bağ, bağça, burada nə var? Həyat var. Ağsaqqal, əlinə sağlıq. Əzizləyicilər, istəyən bu evi restoran kimi də istifadə edə bilər ha. Şadlıq sarayı, nə Abraj cür sağ ol. istəsəz eləyə Ay, bilərsiniz. necə istifadə Əsas edə odur ev sahibinin əlinə sağlıq ki, bu gözəllikləri burada yaradıb əxi. Çox böyük iş görüb. Hamısı da əl əməyi də. Hamısı gözəl. Gözəl. Bəs eləyər, keçək Keçid obyektlərə. O bir obyektlərə. Onu da. 2 dənə. Ha, dostlar, Keçid alaq deməli, digər obyektlərə. bu da bizim digər obyektlərimiz. Moykamız var, restoranımız var, hər şey var. Ha. Kafesi Demək, var. kimə maraqlı olsa 30 sotun içindədir pad obyekti. Tam olaraq mərkəzi yolun kənarıdır. Qiymət olaraq 1 milyon yarım. 1 milyon yarım. Kimə maraqlı olsa 050 798 98 99.